Bir dənə o ailəyə də qız deyir ki, kişi deməli işləyir Hüseyn Ramalın yanında. Qız da qısqanır həyat yoldaşın, deyir işdən çıxmasam boşanıram. 24 yaşı var. Kimdir yoldaşım? Sənsə? Bəli. Uşağı gördü qucağında rəştməlim dəli oldu. Sənin uşağındır? Bəli. İstəmirsən o kişini? Xeyr, istəyirəm. Sadəcə o işdə işləməyini istəmirəm. O işdə işləmək O istəyir. işdə nə işləyir? Mühafizəçi. Və nə işləsin? İş Başqa tap bir başqa bir. Niyə orada işləmirsin? Deyir ki, qısqanır. Orada Orada işləyənlər. kızlar var mı orada? Bəli, onlara qısqanır. Benim elim o videoya kıskanır Reşit Məlik. O videoda nə var? Bax, o videoda nə var? Nə deyir ki? Heç nə, orada danışır, yanında da qız dayanıb, deyir o qız niyə dayanıb orada? Qız neynir, orada neynir ki qız? Kızım, o çox qızların yanında dayanacaq, elə hamısında qısqanacaqsan mı? Bəli. Xeyr, sadəcə olaraq oradakı fərq var da. Fərq nədir? Seviyor mu onu? Bura bax, bu seviyor mu onu? Özünə sol verin də. Sizin nə haqqınız var onu yaratdınız və nə haqqınız var ki, indi onu yetim qoymaq istəyirsən? Atalan atıl yetim olar ha? Ana hər uşaq doğandan ana olmur ha qızım. Hər şalvar geyinəndən də kişi olmur ay bədbax qızım. Sən bilməlisən ana odur ki, sən ayrılıb gedir geçsin, hara gedir geçsin o kuş. Mən demişəm bu kişiləri ovucunuzda saxlayın. Kuşdu, uçtu getdi tutan mərraqsınız. Sən elə hərəkət elə ki o sənin yanına gəlsin, o birisinin yanına getməsin. Bax indi sən... Getməsin o birisinin yanına. Hə. Düz deyir. Bax indi nə edirsən? Gedirsən 31-i, bərabər anası da oradadır. Ha. Qızını başa sal, Bəli. bərabər mən sizə gələn həftə təkrar bu barədə soruşacağam. İnşallah Elə şey ki mi var ha? fikrindən vaz keçərsən. Bak kızım, ayıp değil mi o uşaq yetim koymak istiyor onu? Xeyr, niyə yetim qoyuram? Benden ne istiyorsan sen onu? Sen O onu göre- zorla saklayan bilərsən ha o. Qoy fikirləşsin. Zorla saklayanmazsan ha kızım. Moskva'ya geldim ve gücden geldim çattırdım buraya. Ha yok ha şey yok. Öyle şeyler. Belediyesi bu sefer buraya gelmeyeceğim. Moskva'ya geleceğim. Öyle şeyler ileme gelin. Neyse Rəşməlim, çox sağ ol. Çok sağ olun. Minnətdarım. Azerbaycan halkının bu yeni ilini təbrik edirəm. Can sağlığı arz edirəm. Azerbaycan eşq olsun. Eşq